Çeçenistan rəhbəri Ramzan Kadyrovun 17 yaşlı oğlu Adam növbəti dəfə təltif edilib. Bu dəfə onu Axmat Grozny adlanan xüsusi təyinatlı dəstənin döş nişanı ilə təltif ediblər. Yeniyetməyə dalbadal orden medalları onun Quranı yandırmış Nikita Juraveli polis bölməsində döyməsindən sonra verməyə başlayıblar. Hadisədən sonra Ramzan Kadyrov oğlunun hərəkətlərinə haqq qazandırmışdı. Təbii ki, Adam cəzalandırılmamışdı. 17 yaşlı oğlanın bir neçə vəzifəsi var. O, Çeçenistan prezidentinin təhlükəsizlik şöbəsinin rəhbəridir. Bundan başqa xüsusi təyinatlılar dəstəsinin və Kadyrovun 2 batalyonunun kuratorudur. Onun təltifləri arasında Çeçenistan qəhrəmanı fəxri adı, Şimali Qafqaz Respublikaları və Tatarstanın ordenləri, həmçinin dini ordenlər də var. Bundan başqa Adama daimi saxlaması üçün 19-cu əsrdə Rusiya imperiyasına qarşı döyüşmüş İmam Şamilin naiblərindən olmuş Çeçen əsilli Baysangur Bonaevskinin ordeni də verilib. Bu ilin fevralında isə Adam Çeçenistan nümayəndə heyətinin Misirə səfərindən sonra Ərəb Arbitraj Məhkəməsinə də üzv təyin edilib. Axmat Grozny döş nişanını ona verəndə belə əsaslandırıblar ki, o dəstənin xidməti döyüş fəaliyyətinə daimi köməklik göstərir. Amma bu köməyin nədən ibarət olduğu açıqlanmır. Знаете, я думаю, что здесь, наверное, все-таки в сфере psixologiya все любят. Bu psixoloji bir məqamdır. Brejnevin də xatırlayırsınızsa, belə oyuncaqlara marağı vardı. Fərq ondadır ki, orada qoca kişi uşaq kimi idi, burada isə cavan oğlan qoca kişi kimidir. Bu həm adamın özünün xoşuna gəlir, həm də kimsə onun atası Ramzan Kadyrovu inandırıb ki, bu faydalı işdir, yəni adama nüfuz qazandırır. Beləcə Çeçenistanın köklü problemləri qalır bir kənarda, bunun əvəzində adam haqqında müzakirələr gedir. Yəni ciddi məsələlərdən diqqət yayındırırlar. Bununla bir tərəfdən ona yarınırlar, o bir tərəfdən də bundan həyasızca istifadə edirlər. Yəni iki tərəfi var bu məsələnin. Она парадоксальным образом здесь присутствует. Hazırda Ramzan Kadyrov və onun ailə üzvlərinə qarşı beynəlxalq sanksiyalar qüvvədədir. Çeçenistan rəhbərinə tabe qüvvələrin Ukraynada törətdiyi əməllərə görə. Amma həddi buluğa çatmadığı üçün bu sanksiyalar Adam Kadyrova qarşı tətbiq edilməyib.